Hər dəfə xalça yumaq söhbəti açılanda qaynanam deyir ki, şirkətə verməyə ehtiyac yoxdur, elə həyətdə özün yuyarsan. Bunu mənim qaynanam deməsə də, yaxın rəfiqəmin qaynanası deyir. Rəfiqəm isə düşünür ki, xalça yuma şirkətinə verəndə daha təmiz, daha yumuşaq və ətri çox gözəl gəlir. Mən də rəfiqəmə dedim ki, heç narahat olma, sənin üçün elə bir məhsul tapacağam ki, həyətdə də xalçalarını yuysan, həm ətri getməyəcək, həm də yumuşaq parlaq olacaq. Münasib qiymətə mükəmməl keyfiyyətli məhsul deyəndə elə ilk ağlıma Premium Chemicals gəlir. Mən də düşündüm ki, ev üçün 72% sabun və döşəmə silmək üçün də ətirləndirici sifariş etmişdim. Köpüklənməsini çox bəyəndiyim üçün dedim ki, xalçalarda da istifadə edeyim. Bu 72% sabun həqiqətən də bir möcüzədir. Məncə mütləq bir dəfə bunu yoxlayın. Əminəm ki, siz də artıq evdə rahatlıqla xalçalarınızı yuya biləcəksiniz. Heç inanmazdım ki, xalça yumaq bu qədər həm əyləncəli, həm də ki, mənim ruhumu sakitləşdirər. 72% sabunu əvvəlcə tökdüm. Qəşəng hər bir hissəsini şotqaladım, tərtəmiz etdi. Hər tərəf köpükləndikcə sanki ürəyim açılırdı. Sonra isə ətirləndiricidən əlavə etdim. Bir dəfə də onunla yudum. Elə gözəl ətri var ki, qışa da saxlasanız ətri möhtəşəm gələcək. Bir sözlə mən çox bəyəndim. Əminəm ki, rəfiqəm də çox bəyənəcək. Siz də fikirlərinizi yazmağı unutmayın. Hələlik.